Allah Teala eşeği yarattı ve ona dedi ki, səni eşek olarak yarattım, səhərdən axşama kimi yoruldum demeden çalışacaksan, kürəyində ağır yüklər daşıyacaqsan və səhərdən axşama kimi insanlara xidmət eləyəcəksən. Bunun üçün sənə 50 il ömür verirəm. Eşek dedi, ey ulu yaradan, bu cür yaşamaq 50 il mənim üçün çox ağırdır. Ona görə mənə elə 20 il ver, bəsimdir. Allah Teala eşeğin xahişini nəzərə alır, ona 20 il ömür verir. Sonra köpəyi yaradır və köpəyə deyir ki, sənə köpək olaraq yarattım. Sən səhərdən axşama kimi gecə gündüz öz insanların malını, mülkünü qoruyacaqsan, onların dostu olacaqsan və onların süfrəsindən qalan artıqlarla yaşayacaqsan. Köpək deyir, Allahım, bu cür 25 il xidmət eləmək çox çətindir mənim üçün. Ona görə elə mənə də 10 il ömür ver, bəsimdir. Köpəyin də arzusu nəzərə alınır. Sonra Allah Teala meymunu yarattı. Meymuna dedi ki, səni meymun olarak yarattım. Bu ağacdan o ağaca tullanacaqsan. Ağlı az istifadə edəcəksən. İnsanları əyləndirməklə məşğul olacaqsan. Meymun dedi, Allahım, bu cür və 20 il ona ömür verdi. Dedi, bu cür 20 il yaşamaq çox çətindir. Ona görə elə mənə 10 il ömür ver, bəsimdir. Meymunun da bu arzusu nəzərə alındı, ona 10 il ömür verildi. Sonda Allah Teala kişini yarattı. Kişiyə dedi ki, səni canlılar arasında ən ağıllısı yarattım. Sən öz ağıl və zəkunla dünyanı idarə edəcəksən. O canlılara hökm edəcəksən. Və sənə 20 il ömür verirəm. Kişi dedi, Allah Teala, bu işləri yerinə yetirmək üçün 20 il çox az. Ona görə o eşəkdən kəsdiyin 30 ili, köpəkdən kəsdiyin 15 ili, meymundan kəsdiyin 10 ili də elə mənə verginə. Bəli, kişinin də bu arzusu nəzərə alındı, verildi kişiyə. Ona görə kişilər 20 il subaylıq olur, atı sağa da çapır, sola da çapır. 20 il kişi kimi yaşayır. Sonra evlənir, 30 il eşek kimi yaşayır. Orada burada çalışır, evə qazanc gətirir. Sonraki 15 ilini köpək kimi yaşayır. Ailənin, evladlarının keşiğini çəkmək, onların qayğısına qalmaqla məşğul olur. Sonraki 10 ilini isə meymun kimi yaşayır. Artıq o nəvələrlə başın qarışdırır, ağlın az istifadə edir, meymun kimi hərəkətlər eləməklə öz günün keçirdir. Hələ bu günə qədər də bu belə davam edir. Kişilər həmişə bu oyunun içindədir. Bizdə bəlaya salan həmin o kişinin arzusudur. Diqqətinizə görə çox sağ olun, minnətdarım.